Bu dəfə tez bazar bir açılım edəcəm. Nə var idi, nə olacaq. Belə bir şeydir. Yəni həyatında bəlkə də hansısa çətinliyimin nə isə var idi və nə olacaq. Gəl buna baxaq. Nə var idi həyatında? Nə var idi? Nə var idi hazırki enerjində? Nə var idi? Və nə olacaq? Maddiyyatla əlaqədar bir çətinliklərin var idi. Demək olar ki, pulu güclə qazanırdın, güclə əziyyət çəkirdin, işlə əlaqədar daimi olaraq qarşında maneələr, əngəllər çıxırdı. Ola bilsin iş həyatında hansısa bir çətinlik var idi, çətinlik göstərən bir insan var idi və yaxud da ki, bu pul kanalında hansısa bir çətinlik, bəli, zərbə almışlığın var idi, ya pulla əlaqədar çətinliyin, yəni maddi durumunda problemlər var. Bu sırf maddiyyata aid idi. Nə olacaq? Amma 3 vaxt içində bu problem həll olacaq. Yəni, məsələn, hardansa gözlədiyin yerdən pul var idisə, askıda qalmışdısa, o gələcək. Yox, işlə əlaqədar sıxıntı var idisə, tutaq ki, mane olan üçüncü şəxslər o aradan qalxacaq və yaxud da ki, tutaq ki, maddi durumunu düzəltməyə çalışırdın, çox çarpışırdın, çox vuruşurdun, maddi durumunu düzəldəcəksən, çünki istədiyin stabillik, istədiyin maddi durum artıq başlayacaq həyatıma gəlməyə, artıq onu yaşamağa başlayacaqsan. Bu qədər. Aldım, qəbul edim. Yaz, ətrafı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.